Salam, sıfırdan A2 kursuna xoş gəldiniz. Birinci dərsdir bizim üçün. İndi başlayırıq alman dilinə. Bismillah. Belə. Alman dilində əslində 26 ə, hərf var və 4 simvol var. Amma bəzən bəzi kitablarda o simvolları da hərf kimi götürürlər. Biz onlara simvol deyək. Əslində çox asandır. Alman dili Azərbaycan hərfləri ilə demək olar ki, oxunuşları eynidir. Bəzi fərqli ə, oxunuşlar var. Onları da biz deyəcəyik. Buyurun başlayalım. Pərviz bəy birinci hərfi oxuyun. A, Əla. İkinci hərf. B, Əla. Ya Azərbaycan dilində olduğu kimidir, amma üçüncü hərf artıq fərqli olur. Bunun oxunuşu bizdə olacaq C. O rus dilində söz var, məsəl üçün litsey, o həmin o çiplyonik, həmin o C səsinə bənzəyir. A, hı hı. Bizdə T, S hərflərini bir deməklə biz tələffüz edə bilərik. C səsi. Pərviz bəy buyurun. C, Əla. Davam edək. D, E, F, Əla. Yəni Azərbaycan dilində olduğu kimidir, heç bir fərqi yoxdur. Yəni birinci cərgədə bizdə fərqli olan sadəcə C idi. Qalanları Azərbaycan dilində olduğu kimidir. A, B, C, D, E, F. Bu hərfi isə fərqlidir. Bu almanca oxunur G kimi. Ə, və bu hərfi isə oxunuşu olacaq bizdə J kimi. Bizdə Azərbaycan dilində J-dir, Alman dilində isə bu Y səsi verir. Ona görə adı da elə J-dur. Pərviz bəy, buyurun, ikinci cərgəni oxuyun. G, H, Hə, bu biraz fərqli olur. Yəni səs baxımından eynidir, amma almanlar buna ha deyir. Ha, H, İ demem bu, i, ha. bəli. J, Əla, K, L. əla. Yəni Azərbaycan dilində olduğu kimidir. Fərqli olan bizdə olduğu G və Y hərfləri. Düzdür, bunun da oxunuşu biraz fərqlidir. Bunu almanlar ha deyir, amma eyni səs olduğuna görə elə də çox fərq yoxdur. Yəni Azərbaycan dilində yəni Azərbaycan dili əlifbasını bilənlər üçün çox asan olur. Davam edək. Pərviz bəy, buyurun. M, N, O, P, Əla. Bu hərf isə oxunuşu bizdə almanca olacaq Q. Q səsi, Q, Q kimi oxuyuruq. Bu hərfdə deməli baxır indi harda necə oxunur. Elə də oxuyurlar. Buyurun siz hərfləri oxuyun. Q, R, Ha, R. Bəli, o elə bil R-nı Almaniyanın şimalında daha çox R kimi oxuyurlar və R deyirlər. Amma Avstriyada misal üçün R, elə bunu R kimi də oxuyurlar. Keçəlim bu hərflərə. Buyurun. S, T, U, Əla. Bu artıq bu birisilər isə biraz fərqli oxunur. Bu hərfin adı bizdə almanca V-dur. V və bu hərflə başlayan sözləri də biz F kimi oxuyacağıq. Deməli, V. hı hı. Bu hərfi biz V kimi oxuyacağıq. Yəni bu səs bizə F səsini verir. V səsini də bu hərf bizə verir. Və ona görə də bunu oxuyuruq V kimi. Adı V-dir. Bu hərfin adı X-dir. Bu hərfin adı Y. Ü. Ü ilə başlayıb oxuyuruq. Y. Bu hərfdə biz Z kimi oxuyuruq. Bu bizdə C-dir. C. Bu da bizdə Z-dir. Buyurun Pərviz bəy siz oxuyun. V, V, X, Y, Z. Əla. Bu dörd dənə xüsusi simvoldur. Nəyə görə bunu çox vaxt simvol kimi qeyd edirlər? Çünki bunu iki hərfin birləşməsindən də yazmaq olur. Misal üçün, bu saitləri, umlautları biz ə, birinci oxuyum. E, Ö, Ü. Yəni bunlar bizimki kimidir. Burada oxunur E kimi. Bəzi yerlərdə Ə kimi də oxuyurlar, amma biz gəl E kimi deyək. A umlaut, O umlaut, U umlaut kimi də deyirlər. Bu hərfdə bizdə SC adı SC-dir. İki dənəsi
hərfi ilə bəzən əvəz eləyirlər. Bu hərflərdə misal üçün bəzən bəzi yazılarda görə bilərsiniz. A, E ilə, O, E və U, E ilə yazılırlar, amma yəni siz elə bu hərfləri, bu simvolları istifadə etsəniz daha yaxşı olar. Gəlin bunların da adlarını oxuyaq. Buyurun Pərviz bəy. A, Hə, E, Ö, Ü, E, Ö, Ü, S, Z. S, C. Bəli. Əla. Gəlin bir də bütün əlifbanı oxuyaq. Buyurun. A, B, C, D, E, F, G, H, I, J, K, L, K, M, N, K, K, L, M, N, O, P, əla. Q, E, R, 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 bəli, R də oxuya bilərsiniz. L, S, T, U, V, V, X, Y, Z. Əla. Am, bu hərfin adı necə oldu? Tez deyək. C, Bəs bu? Z, Bəs bu? V, Əla. Bu hərf necə oxunur? G. Əla. Bəli, bu da bizə Alman dili əlifbasıdır. Yəni heç bir çətin bir şey yoxdur. Sadəcə bəzi fərqlər var. Gəlin indi isə biz elə Alman dilinə başlayaq. Başlamamışdan öncə onu demək istəyirəm ki, Alman dilində bütün isimlər böyük hərflə yazılır. Yəni əgər ismi siz kiçik hərflə yazsanız, bu artıq səhv olacaq. Yəni, bunu yaddan çıxartmayaq. Hı hı. Və birinci ismlə başlayaq. Kişi. Kişi Almanca olacaq man. Biz həmişə Alman dilində isimləri öyrənəndə biz artikulla bir öyrənirik ki, yaddan çıxmasın. Deməli, Hı kişi hı. bizdə kişi cinsinə aiddir. Və bizdə müəyyən artiklımız Alman dilində kişi cinsi üçün olacaq der. Der Mann. Burada tələffüzünü görə bilərsiniz. Sonda R samitini biz elə bil hərfini biz A-ya yaxın səs kimi oxuyuruq və burada biraz uzatma var. Dea, dea. Deməli, dea bizdə kişi cinsini göstərən müəyyən artikeldir. Əslində bizdə də var Azərbaycan dilində. Misal üçün belə deyirik, bir adam gəldi. Burada artıq bu qeyri-müəyyənliyi göstərir. Yəni hansısa bir adam. Amma misal üçün desək ki, kişi gəldi, artıq o qulaq asan bilir ki, hansı insandan biz danışırıq. Yəni, bizdə çox vaxt müəyyən artikel dildə görsənmir. Amma almanlar onu istifadə edir. Ona görə siz də mütləq bunu deyin. Der. Bu bizdə kişi cinsini göstərən müəyyən artikeldir. İki dənə samit bir-birindən, yəni ard-arda yazılanda eyni samit olanda onu bir dənə samit kimi oxuyuruq. Oxunuş da bizdə olur man. Der man. Yəni çox asandır. Siz deyin zəhmət olmasa Pərviz bəy, necə olacaq kişi? Teğmen. Əla. Heç bir çətin bir şey yoxdur. İngilis sözünə oxşayır, yəni oradan da yaddan saxlamaq olar. Sadəcə bizdə yazanda iki dənə n ilə yazmalıyıq, iki dənə n hərfindən yazmalıyıq və kişi cinsində müəyyən artiklı bizdə deyadır. Amma bu deya dəyişəcək cəm olan zaman. Deməli, bizdə artıq kişilər olanda artıq cəm bizdə olacaq di. Və bunu oxuyacağıq belə. Di, mena. Deməli, müəyyən artikl cəmdə artıq yəni cinsə görə biz ayırmayacağıq. İstənilən cinsin müəyyən artiklı cəmdə bizdə olacaq di. Yəni, gördüyünüz kimi bu iki hərfin birləşməsi bizdə uzun i saitini verir. Yəni di yox, belə deyirik. Di. Di. Bunu da oxuyuruq biz belə. Mena. Yəni sonda bu A kimi oxunur. Və biz iki dənə samiti də bir n kimi oxuyuruq və oxunuşda bizdə olur di, mena. Bayaq xatırlayırsınızsa demişdim bu A umlautu çox vaxt biz səsi kimi oxuyuruq. Ona görə biz bunu deyirik di, mena. İndi kişilər necə olacaq alman dilində Pərviz bəy? Cəmdə dimena. Əla. Deməli, təkdə necə olacaq? Değmen. Diaman. Əla. Aha.
Qadın bizdə olacaq die Frau. Deməli, qadın cinsində, yəni qadın qadın cinsinə aiddir. Alman dilində 3 cins var. Bu ikinci cinsi bizdə və di bizdə müəyyənlik artiklıdır və ancaq qadın cinsi ilə təkdə qadın cinsi ilə istifadə olunur. Deməli, cəmdə də bizdə didir, qadın cinsində də bizdə didir. Yəni yazılışı eynidir. Ona görə misal üçün bəzən indi kitablarda baxan zaman bu artiklla təyin bəzi sözlərdə var ki, ə, deyək, təki də cəmi də eyni cür yazılır. Onun artiklı artıq müəyyən etmək olur. Deməli, qadın cinsində də bizdə di cəmi göstərir. Həm də alman dilində di həm qadın cinsini, həm də cəmi göstərir. Bu oxunuşda bir şey qeyd etmək istəyirəm. Buradakı yəni hərfini baxırlar regionlara görə dəyişilir. Misal üçün Avstriyada bunu r kimi oxuyurlar. Bunu Avstriyada olsa belə oxuyarlar. Die Frau. Yəni r-nı r kimi oxuyurlar. Die Frau. Almaniyanın cənubunda da belədir. Orada r səsi kimi oxunur. Amma belə ki, biz yuxarı qalxdıqca Almaniyanın şimalında daha çox bu r səsi kimi oxunur. Elə biz də onunla gedəcəyik. Daha çox məsəl üçün tələffüzlərdə siz Alman r-sını, yəni o həmin r səsini eşidəcəksiniz. Bizim Azərbaycan dilindəki r səsinə zaten bənzəyir və onu belə oxuyurlar. Frau, Frau, die Frau. Necə olacaq Pərviz bəy, qadın Almanca? Die Frau. Die Frau, əla. Yəni r kimi də demək olar, o səhv deyil. Yəni bəzi almanları eşidə bilərsiniz, onlar yəni Frau deyirlər. Avstriyada yəni zaten r kimi oxunur, amma daha çox yuxarıda şimal tərəflərdə bu r kimi oxunur. Die Frau. Deməli bu təkdə bizdə qadın cinsində di-dir. Həmin bu artikl cəmdə göstərəndə də bizdə di-dir. Ona görə qadınlar da bizdə olacaq die Frauen. Die Frauen. Yani D olduğu kimidir. Fraven'de de burada sondaki bu sonuncu E saiti e, biraz yiyilir. Azdan da I səsinə bənzəyir. Misal üçün Die Frauen, Die Frauen kimi oxunur. Pərviz bəy, necə olacaq qadınlar Almanca? Die Frauen. Die Frauen. Bir daha. Die Frauen. Frauen. Elə bil bunu elə bil heç bu yoxdur belə Frau I kimi fikirləşin. Die Frauen. Die Frauen. Frauen. Əla. Deməli, biz artıq iki cinsi öyrəndik. Kişi cinsi Diaman, qadın cinsi Die Frau. Bir də var üçüncü cins orta cins. Misal üçün uşaq körpəni fikirləşə bilərsiniz. Körpə ya baxanda əslində bilinmir bu oğlandır yoxsa qız. Ona görə misal üçün bunu biz əlavə edirik orta cinsə. Orta cinsə də bizdə olacaq das baby. Deməli, orta cinsin müəyyən artiklı bizdə dasdır. Das. Oxunuşu da yazıldığı kimidir, das. Bu söz ingilis dilindən alındığı üçün biraz fərqli tələffüz olunur. Yəni alman dilində normalda yəni baby A-nı E kimi oxumuruq. Bu ingilis dilindən aldığı üçün biz belə oxuyacağıq. Baby. Yəni ingilis tələffüzü kimi oxuyacağıq. Deməli alman dilində bəzi sözlər var ki, onlar ingilis dilindən alınıb və elə ingiliscə həmin o tələffüz alman dilində saxlanılıb. Ona görə normalda yəni siz bu A-nı alman dilində E kimi oxumursunuz. Burada gördüyünüz kimi uzun E kimi oxuyuruq. Baby. Das baby. Körpə necə olacaq Pərviz bəy? Baby. Das Baby. Das baby. Əla. Və alman dilində ingilislə alınan sözlərin çoxusu cəmlənəndə sadəcə s hərfi əlavə edirik və burada da gördüyünüz kimi cəm formada bizdə olacaq die babies. Yəni biz s samitini əlavə etmişik cəmi düzəltmək üçün. Ə, Körpələr necə olacaq Pərviz bəy? Die Babys. Die babies. Əla. Aha, indi və sözünü öyrənək və alman dilində olacaq und. Necə olacaq Pərviz bəy? Und. Əla. Gəlin indi belə bir söz deyək. Necə deyərsiniz? Müəyyən artiklla deyin. Kişi və qadın. Kişi və qadın. Bəli.
Müəyyən artikeldən deyim, yəni kişi və qadın. Der ilə deyirəm də, hə? Bəli, Der bəli. Mann, Müəyyən artikeldən, bəli. der Mann und die Frau. Aha. Der Mann und Der die Frau. Mann und die Frau. Bir daha. Der Mann und die Frau. Əla. Yəni A-nı da ingiliscəsində yəni ingiliscəsində bu düzdür, mən kimi oxunur, alman dilində A-nı da A kimi oxuyuruq. Der Mann und die Frau. Əla. Necə deyərsiniz? Kişi və körpə müəyyən artikeldən. Der Mann und äh, das Baby. Əla. Der Mann und das Baby. Keçid alaq. Necə deyərsiniz indi kişi və körpələr? Der Mann und äh, die Babys. Əla. Der Mann und die Babys. Ha, indi deyin zəhmət olmasa qadın və körpə müəyyən artikelına. Die Frau und das Babys. Baby. Das Baby. Əla. Die Frau und das Baby. Bəs necə deyərsiniz? Qadın və körpələr. Die Frau und die Babys. Əla. Die Frau und die Babys. Deməli, biz bu sözləri öyrəndik. İndi demək istəyirik ki, misal üçün bir çox insan var. Onların hamısını biz sözlə ifadə etmək üçün şəxs əvəzini öyrənək. Onlar. Alman dilində onlar bizdə olacaq. Sie. Biz artıq bu iki hərf birləşməsini keçmişdik. Misal D-də bu i ilə e-ni biz birləşdirəndə, yəni bunu oxuyuruq uzun i səsi kimi. İ. Və bu samitdən sonra da sait gəldiyi üçün biz s-i artıq z səsi kimi oxuyacağıq. Ona görə bu söz bizdə olacaq zi. Zi onlar deməkdir. Almanca necə olacaq Pərviz bəy? Onlar. Sie. Zi. Əla. İndi gəlin yeni feil öyrənək. Alman dilində içmək bizdə olacaq trinken. Trinken. İndi bunu Avstriyada olsa r kimi də deyə bilərsiniz. Trinken. Yəni orada heç bir problem yoxdur. Yəni buradakı sait elə bil yeyilir, sondakı sait yeyilir. Bəzən onu belə bayaq transkripsiyada görmüş transkripsiyada gördüyünüz kimi də yazırlar. Bəzən də yazmırlar. Yəni çox vaxt alman dilində sonda n olanda onu elə bil n kimi oxuyuruq. Elə bil orada sait yoxdur kimi. İndi necə deyərsiniz? İçmək, Trinken. trinken, əla. Almanca şimal tərəfdə də olan olsa biz belə deyəcəyik, trinken, r kimi, trinken. Asan Trinken. feildir. Misal üçün sözün kökü burada drinkdir və bu bizdə son iki hərf şəkilçidir. O dəyişəcək şəxsə görə. Hələlik biz onlar şəxs əvəzini öyrəndik. Misal üçün içirlər, o da bizdə trinken olacaq. Deməli, trinken həm içmək deməkdir, həm də misal üçün onlar içirlər desək, deyərik sie trinken. Yəni həm də içirlər mənasını verir. İçmək dedi, yemək öyrənək. Məsələn, yemək bizdə olacaq essen. Essen. Burada bayaq qeyd etdiyim kimi iki dənə samit olanda biz bunu bir samit kimi oxuyuruq, s kimi oxuyuruq. Bu sonda da n yildiyi üçün burada artıq e, elə bil orada yoxdur həmən bu ı kimi də fikirləşə bilərsiniz. Yəni o çox belə zəif deyildir. Məsələn, essen. Yəni necə trinken-də olduğu kimi essen, yəni e-ni sonda olanda biz oradakı e-ni demək olar ki, heç tələffüz etmirik. Deməli, bu feil bizdə həm yemək yemək deməkdir, həm də yeyirlər mənasını verir. Necə deyərsiniz? Yeyirlər, Essen. essen, əla. Deməli, kimsə deməli içməklə yeməyi öyrəndik. Bunu da kimsə hazırlayır. Yəni yemək hazırlamaq, yemək bişirmək bizdə olacaq. Kochen. Bunu belə fikirləşə bilərsiniz. İndi Azərbaycanda kuxna, rus dilində kuxnya, orada kıxı
Yəni səsləri var. Oradan siz rahat yadda saxlaya bilərsiniz. Kochen. Burada biz iki samit birləşməsini görürük. Bu iki samiti biz x kimi oxuyuruq. Bunlar gələndə biz ch-nı x kimi oxuyuruq. Kochen. Deməli, yemək hazırlamaq, yemək bişirmək ya da yemək bişirirlər. Onlar yemək bişirirlər. Sie kochen. Necə deyərsiniz yemək bişirmək, Pərviz bəy? kochen, Kochen, əla. Hə. Deməli, alman dilində qaçmağın belə deyək də növləri var. Bu sürətli qaçmaq olanda biz rennen deyəcəyik. Rennen. Baxın, bayaq qeyd etmişdim. Burada bəzən də belə misal üçün burada iki dənə samit olduğu üçün arasında fərqləndirmək üçün bu hərfi yazmışıq. Yəni burada biz oxumuruq. Həmən sondakı endəki e-ni oxumuruq. Sadəcə burada iki dənə samit olduğu üçün biz belə ə hərfi transkripsiyada yazılır. Deməli, sürətli qaçmaq bizdə olacaq rennen, rennen. Yəni tələffüz zamanı yəni onu siz ı kimi də oxuya bilərsiniz. Yəni bizdə ı-ya yaxın səsə bənzəyir. Rennen, qaçmaq. Avstriya aksentinə də Cənubi Almaniyada da o rennen də deyə bilərsiniz. Sürətli qaçmaq necə olacaq Pərviz bəy? rennen, Rennen, əla. Ə, Bu asta qaçmaq və yerimək mənasında da biz laufen istifadə edəcəyik. Laufen. Asta qaçmaq, yerimək necə olacaq? laufen, Laufen, əla, laufen. Burada da yəni sonda olduğu üçün bu e ilə bil oxunmur. Qalan hərflər də yəni çox rahat oxunur. Yəni alman dilini əslində öyrənmək çox asandır. İngilis dilindən qat-qat asandır. Çünki ingilis dilində bir hərf bir situasiyada bir cür oxunur, o biri situasiyada başqa cür oxunur. Alman dilində isə qanuna uyğunluqlar sabitdir. Bəzi istisnalar olur, o da alınma sözlərdə. Misal üçün baby biz keçdik. O alınma söz olduğu üçün onu elə ingilis tələffüzündən biz oxuduq. Aha. Gəlin indi cümlələri deyək. Necə deyərsiniz? Baxın, bunlar sürətli qaçırlar. Pərviz bəy, deyin ki, onlar qaçırlar. hmm, sie rennen, Zirənin, əla. Yaxşı, bəs burada görürük ki, onlar yeriyirlər. Necə deyərsiniz? sie laufen, Sie laufen, əla. Sie laufen. Aha. Onlar yemək bişirirlər. Burada kişilərdir. Gən deyən kişilər yemək bişirirlər. Müəyyən artikellə deyən. der Mann Aha. kochen, Deman deməli bir kişidir. Müəyyən kişi, daha doğrusu müəyyən kişidir. kişiler, Kişilər necə olacaq? Männer, Əla. die Männer kochen, Die Männer kochen. Əla. Die Männer kochen. Yaxşı. Burada biz nə görürük? Görürük ki, kişi və qadın yemək bişirir. Necə deyərsiniz? Müəyyən artikellə deyin ki, kişi və qadın yemək bişirirlər. der Mann und die Frau kochen. Əla. Der Mann und die Frau kochen. Aha. İndi görürük ki, körpələr yeyirlər. Necə deyərsiniz? Körpələr yeyirlər. Die Babys äh, essen. Əla. Die Babys essen. Deməli, mən bayaq qeyd etdiyim kimi, essen həm yemək deməkdir, həm də bu elə bil həm məsdər formasıdır, həm də üçüncü şəxsin cəmidir. Yəni onlar yeyirlər, yəni burada indi körpələr yeyirlər, yəni yeyirlər essen. Yemək də elə essendir. O biri fellər də olduğu kimi. Aha. Gəlin bu cümləyə baxaq. Necə deyərsiniz Pərviz bəy? Qadınlar içirlər. Äh, die Frauen trinken. Die Frauen trinken. Əla. Die Frauen trinken. Aha. İndi gəlin oxumaq feilini öyrənək. Oxumaq bizdə olacaq lesen.
Lesen. Baxın, sondakı e-ni biz oxumuruq. I-yə yaxın heç bəli, I-yə yaxın səs kimi olur. Burada bayaq qeyd etmişdik S-in daha doğrusu Z sözündə. Z sözündə demişdik ki, S samitindən sonra sait gələrsə biz onu Z kimi oxuyacağıq. Ona görə biz oxuyuruq lesen. Burada S-ni Z səsi kimi oxuyuruq. Oxumaq bizdə olacaq lesen. Necə olacaq oxumaq? Pərviz bəy? Lesen. Lesen. Listen, bəli. Həm də bu orada elə bir eyni də biraz uzadırıq oxuyanda. Yəni sözün kökündən sonra bir sait gəldiyi üçün artıq biz də burada saiti uzadırıq ona görə. Ona görə oxunur lesen. Yəni bu lesen həm oxumaq, həm də oxuyurlar mənasını verir. Oxumağı öyrəndik. Gəlin yazmaq feilinə keçid alaq. Hə. Burada yazmaq Almanca olur bizdə schreiben. Schreiben. Burada fərqli nüanslar nədir? Baxın, bu üç hərf bir yerdə gələndə biz onu ş səsi kimi oxuyuruq. Nə zaman bu üç hərfi bir yerdə görsəz, bu bizdə ş səsi verir. Bayaq bu sadəcə iki hərfi görmüşdük koxun sözündə misal üçün. İki hərf bir yerdə sadəcə ch olanda o x olur, amma sch olanda biz artıq ş səsini verir bizdə alman dilində. Ona görə bu üç hərfi olanda bir yerdə olanda ş kimi oxuyuruq. Sadəcə iki hərf olsaydı, onda biz onu x kimi oxuyardıq. Amma belə olduğu üçün, üç dənə olduğu üçün biz burada ş səsi kimi oxuyuruq, ş. Bir dənə də burada iki dənə hərf birləşməsi var. Deməli, i, e olanda biz uzun i kimi oxuyuruq. Amma e, i yazılanda biz onu ay kimi oxuyuruq. Ona görə bunu oxuyuruq biz schreiben kimi. Deməli, schreiben bizdə yazmaq deməkdir. Pərviz bəy, yazmaq necə olacaq? Schreiben. Schreiben, əla. İndi bir dənə də bu test edən yeni sözü. Necə deyəsiz? Onlar yazırlar və oxuyurlar. Onlar demək. Sie lesen und schreiben. Hə, yazırlar nə idi bizdə? Yazırlar. Schreiben. Schreiben, əla. Deməli, sie schreiben və oxuyurlar. Und lesen. Hə, lesen. Lesen. Bir daha. Sie schreiben und lesen. Lesen. Əla. Birinci dərsin sonuna gəldik. İnşallah ikinci dərsdə görüşmək üzrə.